Скрещиваем руки перед грудью, делаем вдох и на выдохе погружаемся в позицию Мабу. В позиции Мабу колени не выходят за линию носков, колени остаются сзади. Vперед не valiمsə, yəni qabağa inmirik, düz dayanırıq. Və sonra təzədən qalxırıq, əlləri çarpmaz eləyirik və nəfəsi alırıq. Sonra nəfəsi buraxanda yenə enirik aşağı və nəfəsi alanda qalxırıq yuxarı. На вдохе подъем, на выдохе погружение. Самое главное, выкручивайте колени наружу, чтобы они были ближе к стопам. Тогда нагрузка будет переходить в область стоп, больше, чем в область коленей. Макушка подвешена, подбородок немножко внутрь. Макушка подвешена, таз под себя, то есть спина ровная. Təpəni dağıtırıq yuxarı. Çənəni biraz içəri salırıq. Və bu əldə düşür aşağı. Elə ki, siz burada düyməyə basırsınız. Əllə ayaq qalxır yuxarı, bax belə. Sonra dəyişirik. Oturuq sağ ayağa, biraz dərinə. Qalxır, yavaş-yavaş qalxacaq. Aşağı ayağı biraz bucaq yaradın ki, siz yaxşı düz dayanasınız. Yəni, balans daha yaxşı olsun. Siz belə dayananda tarazlıq itir. Bax, belə biraz qırağa. Biz mərkəzi parkda məşq edirik. Divarın yanında gizlənmişik çünki hava küləklidir. Və burada külək bizi tapmır. Günəşli, gözəl Tai Chi havası. Gəlin siz də qoşulun və bizimlə məşq edin. Məşqlər açıqdır və təmənnasızdır. Возвращение на пятки. Мы ставим ногу назад, начинаем вращение на пятки и садимся так, чтобы колено было над носком. Куда направлено место, а потом опять. Yəni arxa pəncə 45 dərəcə, qabaq pəncə dabanda dönür və biz otururuq arxa ayağa. 80 arxa ayağı. Arxa ayağı biraz qırağa qoyun, bax bura. Siz oturanda bax belə, bunlar tam olaraq bir xəttə gəlməsin də, belə sıxılmasın. Biraz sərbəst olsun, bax bura biraz açıq olsun. Ona görə bunu qoyuruq lap ayaq ayağın dalınca yox, biraz qırağa qoyuruq. Və bax belə formada otururuq bu ayağa. Qabaq ayağı da dabanda döndəririk və bununla da elə bir ki hərəkət bitir. Sonra yenə bunu boşaldırıq, aparırıq arxaya, bədəni fırladırıq, otururuq yenə başqa ayağa. 45 dərəcə. Bəncə 45 dərəcə. Не унесет. Она же как-то приехала сюда, значит не унесет.
Так, медленно, плавно перемещаемся. Дышим, наверное, носом. На самом интересном месте, да? Ничего, говорит, не сделал. Только зашел. Только зашел. Medlенно, plавно работаем. Yavaş, yumuşaq tərzdə hərəkət edirik. Qabaq ayaq bizdə düz yatır, bax belə. Dizimiz ayağın ucuna o tərəfə çıxmır. Bu hissə yerə perpendikular şəkildədir. Arxa da 45 dərəcə. Bu ayaqla içəridən çölə belə hərəkət edirik. Çəkini veririk arxaya, dönürük sağa. Çiyinlər də dönür sağa. Ayağı yatızdırıq 45 dərəcəyə. Arxa ayağı gətiririk, qoyuruq yanına. Sonra növbəti addım. Вы переходите вперед. Обгоняйте, обгоняйте. Aha. Şimdi bakın, bundan önce bakın ne görürüz. Qabaq ayaq düz yatır. Sonra içeriden şöyle hareket edirik. Çəkini veririk arxaya. Və çəkini dəyişə gedirik. Aha. Siz çalışın, qabağa yıxılmayın. Çalışın bu yavaş, yumuşaq tərzdə. Sonra yavaş, yumuşaq tərzdə arxaya və belə dayanmayın, düz dayanın. Belinizi düzəldin. Və bax belə gedirik. Sizdə sərt alınırsa, birinci ayağı gətirin bura, qoy ayaqlar bərksin, yavaş-yavaş gedin, hissə-hissə. Və sonra təzdən içərdən çölə. Siz qabağa yıxılmışsınız, o sizi qabağa aparır və ayaq atılır qabağa. Ona görə düz dayanın, düz. Так, приветствуем.
расслабленный, мягкий кулак, да? Пальцы вверх, не касаемся вот здесь вот так. Да, bu da temas yoktur, bu da ayrıcadır. Aha. Bu da zərbə qabağadır, bu da belədir. Ay sağ ol. Не закручивайте кулак, ровно. Да. Откройте его вперед. Ага, так, хорошо. Не бейте внутрь, бейте прямо. Пальцы вверх. Вот. И помните, да, про ладонь? Да, мягкая, да. Все, потом рука идет в сторону, кулак опускается вниз. И здесь мы поднимаемся. Ноги поднимаем, но вот эти руки не надо держать перед собой. Ноги так держат. Многие на себя так крест наложили, вот так стоят. Не надо так делать. Вот, как бы рука уходит в сторону, мы эту руку держим здесь, а правую руку к ней ведем. То есть рука сюда приходит, к ней так раз и сбоку. Сбоку. Стопу под 45, проблема в этом. Немножко, да. И вот əllər gəlir qırağa. Stop. Bura, sağa. Siz qabağınızda da saxlamışsınız. Sizə lazımdır ki, bu qalsın solda, bu da bunun yanına gəlsin. Bax belə. Elə ki, əllər burada deyil, əllər buradadır. Так, дальше давайте удар. Это боковой, это не прямой. Не открывайте руки так, вот руки, вот. Рука вдоль ноги. Вот куда нога, туда и рука. Это прямой удар. Ставим ногу под 45, рука приходит сюда. Вот это начало, вот. Вот сделали удар, опустили ногу вниз, и вот здесь мы создаем вот это. Пока вы ногу не поставили, пока руки не сгруппировали, вы не можете начинать вот это движение. Вот только вместе с накатанным весом. То же самое здесь. Вот поворачиваемся, вот. Повернули стопу. Ладони открыли и ногу поставили. Все. Вот пока это не сделали, мы не начинаем. Вот здесь начинаем, вот здесь. То есть сначала надо вот эту штуку создать, вот эту, а потом после нее уже начинать делать вот это вот. Это вас касается. Давайте. Belə dayanır sağa, əllər buradan gəlir, sol əl yuxarıdan gedir, sağ əl aşağıdan və burada biz yumruqları yığırıq. Çəkini verin, çəkini. Çəki gecikir, biraz da verin çəkini. Aha. Вот так. Здесь как будто вы трубу держите вот так в руках. Ay sol, bak. Ay sola belə. İndi buradan çəkini verirsiniz sağa, bu pəncəni döndərirsiniz. Yumruqları saxlayırsınız necə var. Sonra çəki gedir sola, əllər açılır. Bu ayaq qoyulur pəncəyə, dabana. İndi çəki gəlir bu, indi əksinə. Sağ əl gedir yandan yuxarı, sol əl aşağıdan yığılır. Yumruq. Çəki gəlir, çəki. Qabağa. Yox, çəki. Uzunluq yox. Bax belə. Çəki. Perpendikulyar. Bu oxatan pozisiyası belədir. Bu belə qalmır. Bu gəlir, bax bu burada dayanır. Bax belə. Qəşəng. Aha. Bir əl o birisi əlin altındadır belə. Elə bir ki siz burada taxta saxlamışsınız, belə turba saxlamışsınız bax belə. Və bu ayağı biraz qırağa. Yəni bir xəttə ayaqlar dayanmamalıdır. Yox. Onu qoyun yerində bunu çəkin. Sola. Aha. Və çəkini verin buradan. Bax belə. İndi bu bucağı işləyin. Elə bir ki buradan başlayırıq. Keçirik bura. Burada əlləri yığırıq. Sonra buradan fırlanırıq. Bu pəncəni döndəririk. Burada əlləri açırıq və keçirik bu tərəfə, burada yığırıq.
Bu bucağı вот, допустим, ударили, окей. Так. Так, стоп. Это идет вверх, это идет вниз. Та нога подбирается, ставится в сторону. Так, а теперь начинаем. Накатываем вес и вот эти руки местами меняем и собираем кулаки. Вот. Посмотрите. Вот две ладони. Значит, эта ладонь, она пойдет вот так через сторону, вот сюда. И вот так повернет, и кулак так соберет. И вот так делать, вот так, тыльной стороной. Ага. Эта ладонь придет сюда, повернется пальцами влево, и вот здесь вот так соберет кулак и повернет. О, супер. Только трубу не надо представлять. То есть вот смотрите, вместе это будет выглядеть вот так. Это отсюда, и так раз, и собрали. Теперь попробуйте, встаньте вот так. Эта ладонь от себя, это внизу, нога на пятки, и поехали. Вот, раз. Это со стороны, а это снизу. Просто правую руку не поднимайте вверх, она вот внизу остается, внизу. Откройте в локте, вниз. Вот локоть откройте вот так, чтобы расстояние повыше кадру. О, отлично. Поднимаем над головой, представляем, как мы собираем над макушкой энергию. На выдохе через лоб, нос, подбородок, грудь, солнечное сплетение, пупок и точка цехай. Мысленно вместе с руками опускаем энергию вниz. Eller gedir yuxarı, təpənin üstündə enerjini yığırıq, təsəvvür edirik onu, nəfəsi alırıq. Nəfəsi buraxanda əllərlə birlikdə sifətin üzərindən kənə, sinə, göbək və sıxay nöqtəsi. Sıxay nöqtəsi göbəkdən ilk barmaq aşağıda olan enerji mərkəzidir. Nəfəsi alanda enerjini yığırıq, nəfəsi buraxanda enerjini salırıq aşağı. Язык представляем к верхнему небу, dili damağa yapıştırırıq və gözlər bağlıdır. Hər şeyi fikirlə edirik. Hərə öz nəfəs sıxlığından istəyir. Dostlar, bugün 28 Aprel tarixində biz Mərkəzi Parkda Tai Chi məşqimizi keçirmişik. Tai Chi yavaş və yumuşaq hərəkətlər vasitəsilə sizi sakitləşdirir, qan dövranını yaxşılaşdırır, təzyiqi aşağı salır və şəkər xəstəliyində çox böyük dəstək olur. Ona görə əgər sizdə sadalanan problemlər varsa və ümumiyyətlə siz stressdən qurtulmaq istəyirsinizsə, ona gəlin bizimlə məşq edin və sağlam olun. Gənclər və İdman Nazirliyi
sizi təmənnasız və açıq məşqlərə dəvət edir. Hər səhər saat 7-də. İnşallah görüşərik. Sağ olun. Yes. Oy.